Salam dostlar. Bugün tapşırığımızın layihəmizin növbəti hissələrini davam edəcək. Biz hal-hazırda 2 section işləmişik. Deməli, burada əsas section və ikinci sectionu. Bugün hədəfimiz bu 2 sectionu həll eləməkdir. Bu 2 sectionu həll eləməkdir və birinci buradan başlayırıq sürətlə və bura ad verməklə başlayırıq. Buranın strukturunu qurmaq üçün gəlirəm bura services section deyirəm. Services section start və service section end deyirəm. Və burada hal-hazırda birinci section service services və ondan sonra indi bunun içərisində mən strukturu necə quracam, onun planını eləyirəm. Deməli, planı belə quracam. Bu mənim service sectionumdur. Burada qərar verəcəm hansı hissələri eləyəcəyimə. Bura service sectiondur. Ondan sonra mən bunu 2 hissəyə ayıracam. Bir konteynerə ayıracam. Konteyner full olacaq və konteyner full içəridə 2 hissəyə ayrılacaq burada. Bu şəkildə 2 koluma ayrılacaq. Rowu qeyd eləmirəm. Kolumu qeyd edirəm. Ondan sonra bunun içərisində bu şəkildə hissələr ayıracam. Bu şəkildə hissələr ayıracam və ondan sonra içərilərində davam edəcəm. Və birinci əsas bu hissəni yekunlaşdıraq. Ona görə davam edək. Və buradan mənə lazım olacaq bu şəkli götürüb. Bu şəkil hansıdır? Bunu götürək və bunu mən save eləyəcəm öz layihəmin içərisinə. Layihənin image bölməsinə ehtiyac olduğu üçün və bundan istifadə edəcəm. Və burada mən nədən istifadə edirəm? Normal konteynerdən fərqli olaraq bura konteyner full olmalıdır. Yəni ki, bütün ekranı tutan. Baxıram, mənim layoutumda konteyner full üçün class var mı? Yox. Ona görə gedirəm, bir dənə class yaradıram. Bunun adına container full və ya container fluid adı verirlər adətən buna. Bunun da genişliyini width 100% istəyirəm. Niyə mən buna adı verdim? Çünki mən konteyneri 2 məntiqdə istifadə edəcəm. Ya sabit genişlikdə ya da 100% genişlikdə. Ona görə burada max width yazıram. Max width 100% deyə. Bunu yazdıqdan sonra buna artıq margin 0 auto deməyə ehtiyac yoxdur. Çünki zaten bütün ekranı tutacağı üçün buna margin 0 autoya ehtiyac yoxdur. Bunu yazdıqdan sonra artıq gedib mən burada strukturumu qura bilərəm. Necə eləyəcəm? Container fluid deyəcəm. Bunun daxilində olacaq row və bunun daxilində olacaq call 6 2 ədəd. Çünki 2 hissəyə böləcəm. Və ondan sonra bunların içərisində gələcəm, deyəcəm ki, services, bura deyəcəm ki, image bölməsi olacaq və bunun içərisində də services details və ya content deyə bilərik. Content deyə 2 dənə bölmə açacam və bura görə bilməyim üçün bura hələ ki elə belə bir yazı yazıram, services deyə görə bilməyim üçün və bunun nəticəsində buradan baxıram ki, məndə bu necə olacaq. Gəldik bura, bu services bu şəkildə yerləşdi. Bunun içərisinə gördüyünüz kimi 2 hissəyə bölündü və mən bu hissənin, aşağı hissənin içərisində şəkil yerləşdirəcəm və burada mən bunu 2 formada eləyə bilərəm. Normal şəkildə yerləşdirə bilərəm, backgroundda yerləşdirə bilərəm. Niyə biz backgrounddan istifadə etməyə üstünlük veririk? Çünki sabah onun üzərinə hər hansı bir content əlavə eləməyə ehtiyac olanda, biz onu özümüz tənzimləyə bilərik. İndi burada şəklin hündürlüyünü mən hələ ki burada sabit bir hündürlük qeyd edəcəm. Sonradan dəyişəcəm. Niyə indi sabit edirəm? Sonradan niyə dəyişəcəyimi də deyəcəm. Deməli, service
section styles deyirəm bura. Bu komment yazmanı qətiyyən unutmuruq və adlandırmaya maksimum dərəcədə diqqət edirik. Gələcəm bura height verəcəm hələ ki 400 piksel. Ondan sonra background image yazıram bura. Sürətlə URL və buradan deyirəm ki nöqtə / images və hero bg deyə bunu qeyd elədim. Və burada artıq müəyyən şeyləri tək sətirdə yazıram. Center. Ondan sonra background'a rəng vermirəm, ehtiyac görmürəm. Background centerdə background position deməkdir. Ondan sonra no repeat deyirəm. Təkrarlanma olmasın. Bunları qeyd elədim. Ondan sonra gəlirəm background size. Bütün ekranı cover eləməsi üçün background size'a deyirəm ki cover. Okay. Bu şəkildə yerləşdirdim və ondan sonra burada hər ehtimala width 100% deyirəm ki, mənim ekranımı tam tuta bilsin. Burada gəldim, indi bu şəkli mən burada görə bilmirəm. Niyə görə bilmirəm? Bircə dəqiqə. With services image, yəni baxaq. Services image adını böyütməni düz yazmamışam. Class'ın. Services image klası yerləşdirdik. Burada niyə belə bir şəklin görünməməsinin səbəbinə bir dənə baxaq. Services image-də, background image URL-də. Pardon. Burada background image yazmışam, amma bunun background deyim. Əgər birdən çox multi xüsusiyyət yerləşdirəcəmsə, sadəcə background yazaraq onu yazmam lazımdır. Background image sadəcə şəkli götürmək üçündür. Amma mən burada sadəcə background yazaraq bir neçə dənə background xüsusiyyətini bura əlavə edə bilirəm. Bu şəkildə gəldi, yerləşdi bura və indi bu tərəfi yavaş-yavaş formala. Bu hündürlüyü hələ sizi narahat eləməsin. Birazdan izah edəcəm niyə mən bu hündürlüyü hələ ki sabit vermişəm, sonradan dəyişdirəcəm. İndi gəlirəm bu hissəni həll eləməyə. Bu hissəni həll elədiyimiz zaman indi burada bəzi şeylər eləyəcək. Burada diqqət edirsinizsə, hər bölmədə bir başlıq var, onun altında bir yazı var. Hər bölmədə başlıq var və onun altında yazı var. Və bu təkrarlanır. Sadəcə, məsələn, burada sola çəkilib, burada isə sağa çəkilib, fikir verirsinizsə. Burada isə sağa çəkilib. Dolayısıyla biz, əgər bu təkrarlanırsa, baxın burada da təkrarlanır. Biz bunu ortaq klass şəklində həll edə bilərik. Bunu eləmək üçün nə edəcəyik? Gələcək bura Common CSS-ə. Common CSS-də biz bunları yazmışıq və bunları tamamlamaq lazım olacaq və burada gəlirəm, deyirəm ki, bu nədir? Section heading deyə bir klass yaradıram. Section heading klassını mən həm CSS olaraq, həm də HTML olaraq strukturlaşdıracağım. Gələcəm bura, bunu görə bilmək üçün. Gəlirəm bura servis hissəsinə. Bura deyəcəm ki, servis section heading, section heading deyəcəm. Bunun içərisində bir H birim olacaq və bunun içərisində bir dənə də P olacaq. Və bunu buradan nümunə olaraq götürüb buradakı sözlərdən istifadə edirəm və ondan sonra onu generalda istifadə edəcəm. Gəldim bura. Ondan sonra bunu da əlavə edirəm. Gəldim bunun içərisində yerləşdirirəm bunu. Və burada artıq bu mənim görüntüm burada bu şəkildə görünür. Mən indi bunu formalaşdırmalıyım. Birinci bunu formalaşdırarkən bunun yerləşim yerini, məsələn burada yerləşir. Amma biz bunun paddinginin marjinini bu klassda verməyəcəyik. Niyə? Çünki bu elementə aiddir. Baxın. Bu elementə aiddir. Baxın, mən indi gələcəm, bunun mənim padding klasslarım var idi, diqqət edirsinizsə, burada mən hər tərəfdən padding verməliyəm, nə qədər? P5 verim. Gəlin bura məsələn, bunun içərisinə deyim ki, bu hər tərəfdən P5 olsun. Padding 5. Və bunu analiz elədiyimiz zaman görürük ki, bu paddingi verdi. Bizim istədiyimiz kimi. Və bu artıq mən section headingi düzəldəndə bu məsafələndirməni yox, sadəcə
o section headingin default xüsusiyyətləri nədirsə, onu mən reallaşdıracağam. Və bunun üçün də gəlirəm Common CSS-ə, gəlirəm section heading, buna müəyyən məsafələr verəcəm. Sonradan gələcəm bunun içərisində nə var? Section headingin içərisində mən bu struktur, HTML strukturuna əsasən yazacağım bura H1. Ondan sonra da buraya yazacağım nə? P. Və H1-də text transform olmalıdır uppercase. Məndə kopyaladığım üçün zaten uppercase, amma bunu default olaraq eləməliyəm ki, sonradan problem yaranmasın. Ondan sonra font size, mən variable'larıma baxıram ki, variable'larım hardadır mənim? Bu spacer'dır bu heç. Ondan sonra mənim başqa variable'larım harda var bu layihə üçün? Baxın, color vermişəm bura, buradan istifadə eləmişəm və s. və s. Və mən bunlar, bu rəngləri ayrıca olaraq istifadə edə biləcəm. Hal-hazırda mənim üçün bu nədir? Section tertiary idi. Mənim rəngim burada. Və mən burada bu rəngi istifadə edə bilərəmmi? Yox. Niyə? Çünki burada mən Common CSS-i burada daxil eləmişəm. Amma Style CSS-i daha sonra daxil eləmişəm. Dolayısıyla burada mənim burada style'da istifadə elədiyim dəyişəni mən burada istifadə edə bilmərəm. Və bir də Common CSS-i mən nə üçün istifadə edirəm? Bütün layihələr üçün istifadə edəcəm. Dolayısıyla mən bura gələcəm. Birinci font size-ı təyin edeyim 2em olaraq baxaq. Ölçü olaraq 2em bizə uyğundurmu? 2em uyğundur. Ondan sonra gələcəm font weight deyəcəm. Font weight-i də hardan götürüm? Mənim burada hansı font istifadə eləmişəmsə, bunu 700 olaraq verim. 700 olaraq verdim. Belə bir görüntüm yaranacaq mənim. O servisiz deyə. Və ondan sonra bunu təyin edəcəm. P-ni təyin edəcəm. P-nin rəngi biraz daha açıqdır. Onu da buradan götürə bilərik. Çünki bu rəngdən istifadə olunur. Bunu burada tək olaraq vermək mümkündür. Color. Bunu verdik. Və bunu bu şəkildə yazdık. Color'ı verdik. Ondan sonra bunu verdikdən sonra mən gələcəm, bunları yerləşdirdim. Bu şəkildə yerləşdir. Bəs bu ara məsafələrini necə tənzimləyəcəm? Bunları mən HTML-də tənzimləyəcəm. Niyə? Çünki mənim artıq burada klasslarım var bunun üçün. Və buna deyəcəm ki, buna P5 desəm, P4 desəm və ya bu şəkildə onu bu şəkildə yerləşdirir. Amma bu gördüyünüz kimi mənim işimə yaramadı. Çünki bu tərəfdən, sol tərəfdən də padding verir. Və burada baxıram ki, mən padding px var. Mən indi padding left üçün də klasslar yazmalıyam. Necə? Gələcəm bura. Bunları kopyalayacağım. Sadəcə mən leftdən padding vermək istəyirəm. Bunları kopyalayayım. Gəlirəm bura, deyirəm ki, padding left. Və burada gələcəm, bunları dəyişdirəcəm. Buna deyəcəm ki, PL3, padding left. Və burada da sadəcə bunları dəyişdirəcəm, verəcəm belə. Deyəcəm ki, padding left. Sadəcə padding left vermək istəyirəmsə, bundan istifadə edəcəm. Dolayısıyla burada da gələcəm, deyəcəm ki, PL left verməyəcəm. PL left verməyəcəm. Deyəcəm ki, PL0 burada və deyəcəm birinci P4 verəcəm və sonra PL0 verəcəm. PL0 varmı məndə? Bircə dəqiqə. Ona baxın. PL1 var və bunlara PL0 da əlavə eləmək olar. Gəldim bura. Baxın. Sonradan bunu o biri şeylərə də əlavə eləmək olar. 0 piksel. PL0. Yəni bu paddingin 0 olmasını da müəyyən eləmək üçün istifadə oluna bilər. PL0 yazdıq və indi baxaq görək. Burada baxın həm P4 vermişəm, həm də PL0 vermişəm. Bu görəsən işləyəcək. Baxaq.
PL0 verir. Birinci P4'ü verdim. Bakın okunma sırasına göre P4'ü verdim. Hatta bunu analiz eləsək burada biz. Bakın. Burada geldi P4'ü verdi. Ondan sonra padding 0'ı verdi. Gördüğünüz gibi. Ve hatta bunu analiz ederseniz burada görürsünüz ki bakın diğer taraflara 40-40-40 piksel verip ve sol tarafa 0 verip. Yani padding klaslarını da bu şekilde sistemli şekilde istifade edebilirsiniz. Ve bu şekilde ben bunu yazdığım zaman PL0 hatta bunu PL3 eləsək daha uygun olar diye düşünürüm. Geldi bunu bu şekilde yazdık. Hər hansı bir görüntümüzdə bir problem yoktur. Gedək növbəti etapa. Və indi buranı həll eləməyimiz lazım. Bu hissəni, content hissəsini həll eləməyimiz, content itemlar həll eləməyimiz lazımdır. Servis hissəsini həll elədik və gəlirik bura. Bir dənə class yazırıq. Service content detail deyirəm. Detail deyirəm və bunun içərisində mən nələrdən istifadə edəcəm. Baxıram. Deməli burada nə var? 4 dənə box var, item var və hər birinin içərisində bu şəkildə bir görüntülər var. Bunun birinci deyəcəm ki service content item deyirəm. Items deyə bilərəm bura. Items deyə bilərəm və bura item deyə bilərəm və bundan neçə dənə yazacağım? 4 dənə yazacağım və hər birinin içərisində də burada nə olacaq? Bir dənə ikon var. Ondan sonra bu ikonları da seçmək üçün gedək biz şeyimizi həll edək. Deməli font tərsine gedək. Font tərsəm və burada mən bu font tərsindən ikonlardan seçəcəm. Buradan məsələn hansı ikon lazımdır mənə? Ona baxacağam. Deməli bu ikonlar lazımdır mənə. Gəlirəm font tərsimə. İkonlardan yəni screen deyirəm buna. Sonrasını dəyişdirə bilərik. Gəldim buradan mənə lazım olan məsələn bunu götürə bilərik displaydə bunu götürdük. Deməli bunun içərisində bir dənə ikon olacaq. Ondan sonra ikonun içərisində hətta bura bir başlıq yaza bilərik. Yəni ki H1 yaza bilərik. Bunun üçün deyirəm ki H3 olsun. H3 və H3'ün içərisində də deməli H3'ün içərisinə gəlib yerləşdirəcəm mən elementimi. Və bunun içərisində bu şeyim olacaq, adım olacaq, ikonum olacaq və mənim yazım olacaq. Hansı yazı? Grafik dizayn yazısı. Bunu yerləşdirdim bura. Bunu sipenin içərisinə də qoya bilərsin, amma burada mənə ehtiyac görmür. Ondan sonra nə var? Burada bir dənə də P tagi var. Bunun içərisində də P tagi var. Bunu da görüntüsünü buradan götürək. Hal-hazırda belə bir görüntü hazırlayaq. Və bunu mən o biri elementlər üçün də təkrarlayıram ki, bunları istifadə edə bilək. Gəldik bura. Bunu yerləşdirdik. Və indi bizdə 4 dənə elementimiz var. Mən burada diqqət elədinizsə, konteyner məntiqindən istifadə eləmədim. Konteyner məntiqindən istifadə eləmədim. Niyə? Çünki mən burada griddən istifadə edəcəm bunları yerləşdirə bilmək üçün. Griddən istifadə edəcəm. Gələcəm bura. Hal-hazırdakı görüntümə baxın. Görüntüm belədir. Mən bunu indi sistemli şəkildə yerləşdirmək istəyirəm. Bunu eləmək üçün gələcəm style bölməsinə. Style bölməsindən bu hissəyə deyəcəm display grid. Ondan sonra grid template columns repeat 2 bir refer deyəcəm. Və bunu yerlə bir də deyəcəm ki gap olsun 30 piksel hərək. Aradakı məsafəni bu şəkildə mən tənzimləyəcəm. Və ondan sonra bunların hündürlüklərini və s. sonradan özüm tənzimləyəcəm. Gələcəm indi bunun içərisinə. Bu nəyin içərisindədir? Gəlib baxıram bura. Service content item'ın içərisinə. Service content item. Bunu yazıram. Və ondan sonra bunun içərisində H3 var.
Ondan sonra bunun içərisindəki elementlər H3. Ondan sonra H3'ün içərisində də bir dənə i var. Ona da ehtiyac olacaq çünki H3'ün içərisində i olacaq. Bu şəkildə mən yerləşdirdim. Sonra bir dənə də nə olacaq? Təbii ki, P olacaq. Bunu yerləşdirdik. Və indi burada mənə lazımdır birinci i-nin color'ını dəyişdirim. i-nin color'ı nə olacaq? Bizim orijinal layihənin colorlarından. Burada style'da artıq mən bunun rəngindən istifadə edə bilərəm. Çünki burada mən bu rəngdən istifadə eləmişim. Gəlirəm bura. Deyirəm ki, var primary color yerləşdirirəm bura. Sonra buna font size deyəcəm. 2YM olsun. Bu şəkildə yerləşdirdik. Ondan sonra bunun içərisində rənglərinə baxaq. Rənglər bu şəkildə yerləşdi və indi bunun başlığı, bunu dəyişdirək, H3'ü dəyişdirək və H3'də mən müəyyən işlər görəcəm. Gördüyünüz kimi ikonla, burada ikonla bu yazı eyni səviyyədə deyil, ortalanmayıb, simetrik deyil. Bunu həll eləmək üçün mən deyəcəm ki, bura bir dənə font size ümumi olaraq deyirəm ki, 2YM olsun. Hətta buna ehtiyac qalmayacaq, çünki bunu elədiyim zaman bu şəkildə böyümüş olacaq 2YM. Ondan sonra deyəcəm ki, buna display flex. Ondan sonra justify content, flex start və ondan sonra align items center deyəcəm ki, bunlar simetrik şəkildə bir-birinin ortasına gəlsinlər. Və burada diqqət edirsinizsə, bu 2YM bunun üçün böyükdür. Və belə olan halda biz necə istifadə edəcəyik? Gələcəm bura 1YM deyəcəm. 1.2YM deyəcəm. Və burada mən deyəcəm ki, font size. Burada YM-dən də istifadə eləmək olar, RM-dən də istifadə eləmək olar. Bura məsələn 1.6 RAM desəm mən, bu RAM nədən istifadə edəcək mənim üçün? Bunun orijinal H3'ün ölçüsünü böyüdəcək. Yəni ki, öz atasına görə böyütmüş olacaq. İndi burada bu ortalamaya gəldi və mən burada nə istifadə edəcəm? i-də bir dənə yerləşdirəcəm ki, buna nə olsun? Margin right olsun. Məsələn 15 piksel sağdan bir məsafə versin. Bu şəkildə ara məsafələr açılsın. Sonra bunların arasında bir məsafə vermək lazım olacaq. Bunu da mən HTML-də edəcəm. Gələcəm bura. Deyəcəm ki, buna class, yenə yuxarıdakına bənzər olması üçün, daha rahat olması üçün bu şəkildə classları verəcəm. Gördüyünüz kimi. Bu şəkildə, səliqəli şəkildə bu düzəlmiş olacaq. P3 çoxdur. P1 vermək kifayət eləyə bilər. P1 bu şəkildə yerləşsin və digərlərinə də bunu mən tətbiq eləyə bilərəm. Digər P-lərə də bunu tətbiq eləyə bilərəm bu şəkildə. Gəlib buradan istifadə eləyə bilərəm. Bunu yerləşdirdik. Bu şəkildə artıq mənim görüntüm buradakına bənzər olur. Gördüyünüz kimi. Bunların arasındakı məsafə, diqqət edirsə, ara məsafələr var. Bu ara məsafələrini də mən necə eləyə bilərəm? Hansına servis itemlardır? Bunlara sadəcə gələcəm, margin tab verəcəm. Y verib 2 versəm, bunu da mən tənzimləmiş ola bilərəm bu şəkildə. Pardon. Gəldik, MY bu şəkildə verilsəm, mən bunu istədiyim kimi tənzimləyə bilərəm. MY2 çox ola bilər, MY1 versəm, mən bunu bu şəkildə tənzimləmək mümkün ola bilər. İndi gəldik, bu hissəni biz həll elədik. Bu hissəni həll elədik və indi burada bu şəklin hündürlüyünə biz sabit hündürlük vermişdik, düzdürmü? Mən baxın, məsələn, buradan bir nümunə üçün deyim, məsələn, P4 verdiyim zaman buranın kontenti hündürləşir, amma bu şəklin hündürlüyü sabit qalır. Dolayısıyla mən indi servis image tərəfə gələcəm və bunun hündürlüyünü artıq deyəcəm ki,
100%. 100% dediğim zaman bu avtomatik olarak buradaki kontentin hündürlüğü nə qədərsə ona görə tənzimlənmiş olacaq. Bu şəkildə də mən daha dinamik bir yerləşdirmiş olacağım. Sistem yerləşdirmiş olacağım. Dolayısıyla buradakiləri köhnə vəziyyətə qaytaraq və buna 2 desək, hətta 1 desək kifayətdir. Bu şəkildə artıq mən bu hissəni reallaşdırmış olacağım. Və burada görürsünüz ki, biz necə deyərlər, artıq mənim hündürlüyüm, buradakı hündürlük necə deyərlər, buna görə tənzimləndiyinə görə məndə problem qalmır. Bir dənə qalır bunun arxa fon rəngini vermək. Bu da nədir? Hansı hissənin rəngidir bu? Bunu da style'dan service content itemsa deyirəm ki, background deyirəm, var mənim rəngim. Deyək ki, light gray verək. Bunu hələ ki eləməmişik, dəyişənə çıxarmamışıq, onu da dəyişənə çıxara bilərik sonradan. Burada gördüyünüz kimi bu şəkildə gəlir. Buna verdi, amma mən düz verməmişəm bunu, light gray itemsa yox. Mən bunu verməliyəm hara? Servisə, servis bölməsinə, servis imicə, servis bunu harada verməliyəm? Nə idi bunun adı? Servis content. Gəlməliyəm bura. Servis, pardon. Gəlirəm bura. Servis content hissəsinə background'u yerləşdirir. Bu şəkildə ki, mənim bu arxa fonumu da buradan bu şəkildə götürə bilsin, gördüyünüz kimi. İndi bu şəkildə artıq mən görürsünüz ki, ortaq klasslar istifadə edəndə mənim layihəm səliqəli şəkildə davam edir, səliqəli şəkildə və sistemli şəkildə davam edir. Yəni bu önəmli bir məsələdir və artıq hər section yazdıqca görəcəksiniz ki, bu sistemli davam etdirdiyimiz müddətcə bizdə hər hansı bir problem olmayacaq. Bu hissə bu qədər. İndi növbəti hissənin, növbəti dərsdə bu hissəni eləyəcək. Çünki bu hissədə önəmli bəzi məsələləri qeyd eləməliyik. Onlardan danışacaq. Belə, bugünlük bu qədər. Növbəti dərsdə görüşənə qədər.